Mövzumuz 6-cı sinif 4-cü mövzu qapı kilidlərinin növləri, quruluşu və quraşdırılması. Bilirik ki, qapılar nə vasitəsilə kilidlənir, bağlanır? Təbii ki, kilit vasitəsilə. Kilidlər müxtəlif olur, bir-birindən fərqlənir və bunları fərqləndirən əsas cəhət də onların gizlilik mexanizminin növü və onların quraşdırılma üsuludur. Hər bir kilid gövdədən, siyirmədən, məxfilik mexanizmindən və onun təkrar olunmazlığından ibarətdir. Məhz buna görə də onların etibarlılıq və keyfiyyət meyarları müəyyən edilir. Kilidlər 3 növə bölünür: üstdən qoyulma, taxma və asma kilidlər. Taxta qapılar üçün üstdən qoyulma kiliddən istifadə etmək tövsiyə olunur. Üstdən qoyulma kilidin hissələri gövdə, silindrik mexanizm, halqa, dil, kilidləmə tamasası, bərkidici lövhələr və siyirmədən ibarətdir. Bu növ kilidlərin quraşdırılması daha asan hesab olunur. Bir qayda olaraq üstdən qoyulma kilid qapının qorunmasında mühüm rol oynayır. Üstdən qoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapının dirəyindən, yəni döşəmədən təxminən 1,2 metr hündürlükdə kilid yeri müəyyənləşdirilir və karandaşla bərkidici lövhə üçün novun yeri nişanlanır. Deməli, ilk mərhələ nə oldu? İlk mərhələ qapı dirəyində kilid yerinin müəyyənləşdirilməsi və bərkidici lövhə üçün novun yerinin nişanlanması. Nov elə dərinlikdə kəsilir ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Yəni, bərkidici lövhə ilə bu kilidləmə üst-üstə düşməlidir ki, kilidləmə, bağlanma baş verə bilsin. Sonra isə qapıda iki tərəfə açıq dəlik açılır. Dəliyin diametri silindrik mexanizmin ölçülərindən 1-2 mm enli olmalıdır. Həmin dəliyə mexanizm yerləşdirilir və kilid qapının gövdəsinə möhkəm sıxılır. Sonra iki qısa şurupla qapının yan hissəsinə və iki uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilir. Qapının üst tərəfində halqanı quraşdırmaq üçün iki qısa şurupdan istifadə edilir. Bundan sonra qapı çərçivəsində kilidləmə tamasasının yeri nişanlanır, bərkidici lövhə üçün nov seçilir, bərkidici lövhə qapının çərçivəsinə iki qısa, kilidləmə tamasası isə iki uzun şurupla bərkidilir. Deməli, bərkidici lövhə qapının çərçivəsinə bərkidilir, iki qısa şurupla, kilidləmə tamasası isə iki uzun şurupla bərkidilir. Taxma kilid. Taxma kilidlərə həm giriş, həm də daxili qapılar üçün müasir kilidlərin əksəriyyəti daxildir. Taxma kilid qapının dirəyinə daxil edilir və dəstəklə birləşdirilir. Bu cür kilidlər demək olar ki, hər yerdə istifadə olunur. Əsas hissəsinin qapı dirəyinə yerləşdirilməsi taxma kilidin başlıca xüsusiyyətidir. Deməli, bunu asmadan və yaxud da üstdən qoyulma kiliddən fərqləndirən nədir? Əsas hissəsinin, yəni gövdəsinin qapı dirəyinə quraşdırılması, yəni qapının üzərində taxma kilid görünmür. İçəridən yerləşdirilir və üst tərəfdə ancaq onun açar yuvası, tutacaq və bərkitmə yerləri, dekorativ panellər görünür. Bu qədər. Qapının dirəyinə qoyulan taxma kilidin qarşı hissəsi lövhə görünüşlüdür. Bu hissə qarşıdakı çərçivə qutusuna kəsilərək yerləşdirilir. İstənilən materialdan olan qapıya taxma kilid bu prinsiplə üzrə quraşdırılır. Deməli, taxma kilidin 3 hissəsi var. Birincisi kilidləmə tamasası, 2 bərkidici lövhə, 3 gövdə. Deməli, yüksək təhlükəsizlik dərəcəsinə, təmirə yararlı olmasına görə silindrik mexanizmli taxta qapı kilidlər çox yayılmışdır. Deməli, hansı taxma kilidlər daha çox yayılıb? Silindrik mexanizmli taxta qapı kilidləri. Nəyə görə çox yayılıb? Çünki yüksək təhlükəsizliyə malikdir, bir də təmirə yararlıdır. Qapının layına yerləşdirilən üstdən qoyulma kiliddən fərqli olaraq taxma kilid qapının dirəyində açılmış xüsusi oyğuğa quraşdırılır. Bayaq da qeyd etdik bunu. Üstdən qoyulma kiliddən fərqi nə oldu? Üstdən qoyulma kilid quraşdırılırdı qapı layına, amma taxma kilid quraşdırılır qapının dirəyində açılmış xüsusi oyğuğa. Asma kilid nədir? Bildiyimiz qıfıl. Bildiyimiz hər bir yerdə el arasında qıfıl deyə tanıdığımız kilidlərə asma kilid deyilir. Asma kilidlər daha geniş yayılmışdır. Asma kilidlərin quraşdırılmasının və istismarının asal olmasına görə bu daha çox yayılıb. Bu növ kilidlər qarajlarda, ambarlarda, darvaza, tövlə, yardımçı təsərrüfat qapılarında, hasar darvazalarında istifadə olunur. Bütün asma kilidlərin quruluşu eynidir. 3 elementdən ibarətdir. Gövdə, gizlilik mexanizmi və bağlayıcı element olan qövs. Hansılar oldu? Gövdə, gizlilik mexanizmi və qövs. 3 əsas hissəsi var. Gövdə kilidin əsasını təşkil edir. Deməli, gövdə kilidin nəyini təşkil etdi? Gövdə kilidin əsasını təşkil edir. Gövdədə məxfilik mexanizmi yerləşir və qövs bərkidilir. Gövdə məxfilik mexanizmini və qövsün davamlı olaraq bağlanma elementlərinin bir hissəsinin qorunması rolu oynayır. Yəni, gövdədə nə birləşdi? Gövdədə qövs bərkidilir və məxfilik mexanizmi və qövsün, necə deyim, elementlərin bir hissəsinin qorunmasının, yəni gövdə təşkil edir. Gövdə o rol oynayır, qorunma rolunu oynayır. Ona görə də kilidin əsasını təşkil edir. Məxfilik mexanizmi kilidin əsas hissəsidir. Yəni, kilidin əsasını təşkil edir deyəndə gövdə götürəcəyik. Məxfilik mexanizmi isə kilidin nəyini təşkil etdi? Əsas hissəsini. Əsas hissə oldu məxfilik mexanizmi, kilidin əsası oldu gövdə. Məxfilik mexanizmi kilidin qövsünün bağlı vəziyyətdə saxlanmasını təmin edir və icazəsiz açılmasının qarşısını alır. Kilidləmə elementi isə polad qövsdür. Polad qövsü nə oldu? Kilidləmə elementi. Onun köməyi ilə kilid bərkidilir, qapıların kilidlənməsi təmin edilir. Bir qayda olaraq qövs bəndə taxılır. Bəndin daşınan və sabit elementində yerləşdirilmiş deşik olur. Deməli, bəndin daşınan olması, qapı, qapaq, sabit element nə idi? Qapı çərçivəsi. Yəni, daşınan nə idi? Qapının açılan layı, daşınmayan tərəfi, sabit elementi də oldu qapının çərçivəsi. Hər iki tərəfdə qıfıl dilcik olur. O qıfılı ora keçirmək üçün yerlər olur. O elementə qövs taxılır.
Ondan sonra isə kilidlənmə baş verir. Yəni bizə burada cümlənin içərisində deyilən sözlər daşınan sabit element sadəcə qapının hissələridir. Biri açılan laydır, qapının hərəkətli hissəsi, bir də sabit dayanan çərçivəsi. Yəni təzədən asma kilidə nəzər salsaq, asma kilidin 3 əsas elementi oldu: gövdə, qövs, gizlilik mexanizmi. Gövdə oldu kilidin əsası, əsas hissə oldu məxfilik mexanizmi, kilidləmə elementi oldu polad qövs. Oyub yerləşdirmə zamanı kilidin bağlayıcı mexanizminin zədələnməsinə saz olmayan alətlərin istifadəsi səbəb olar. Nə deməkdir bu cümlədə qeyd olunanlar? Yəni saz alətlərdən istifadə etməliyik. Kilidin bağlayıcı mexanizmi zədələnə bilər. Prinsip etibarilə elektrik ötürücülü alətin, yəni burğunun saz işləməsi vacibdir. Bağlayıcı mexanizm quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda yonqarın hissə-hissə hər tərəfə səpələnməsi ilə bağlıdır. Burada nə demək istəyir? Burada isə səpələnən yonqarlardan qorunmaq üçün, gözlərimizi zədələnmədən qorumaq üçün xüsusi qoruyucu eynəkdən istifadə edilməlidir. Dərsimizin ümumiləşməsindən belə bir nəticəyə gəldik ki, kilidlər bir-birindən nə ilə fərqlənir? Gizlilik mexanizminin növü və quraşdırılma üsulları ilə fərqlənir. 3 kilid növünü tanıdıq: üstdən qoyulma, taxma və asma kilidlər. Əsasən taxta qapılarda üstdən qoyulma kiliddən istifadə olunurdu. Üstdən qoyulma kilid qapının layına quraşdırılırdı. Üst tərəfdən görünürdü, görünən kiliddir. Döşəmədən 1,2 metr hündürlükdə quraşdırılırdı. Hissələri isə gövdə, silindrik mexanizm, halqa, dil, kilidləmə tamasası, bərkidici lövhələr və siyirmə idi. Taxma kilid harada istifadə olunurdu? Həm giriş, həm də daxili qapılarda istifadə olunurdu. Taxma kilidin əsas hissəsi, yəni fərqləndirən hissəsi qapının dirəyində açılmış xüsusi oyuğa quraşdırılması idi. Yəni həm asma kiliddən, həm də üstdən qoyulma kiliddən fərqlənirdi. Nəyə görə? Görünməz olduğu üçün. Üst tərəfdə sadəcə dəstəyi, bir də dekorativ hissələri, açar, necə deyək, yuvası görünürdü. Yəni ona görə digər kilidlərdən fərqlənirdi. Ən yüksək təhlükəsizlik dərəcəsinə və təmirə yararlı olmasına görə də silindrik mexanizmi taxta qapı üçün taxma kilidlərin çox yayılmış olduğunu öyrəndik. Taxma kilidində 3 hissəsi var idi, 3 əsas hissəsi var idi: kilidləmə tamasası, bərkidici lövhə və gövdə. Asma kilid isə asan quraşdırıldığına görə çox yayılmışdır. Əsasən qarajlarda, yardımçı binalarda, anbarlarda, darvazalarda istifadə olunurdu. 3 əsas hissəsi var: gövdə, gizlilik mexanizmi və qövs. Gövdə kilidin əsasını təşkil edirdi. Məxfilik mexanizmi kilidin əsas hissəsi idi. Kilidləmə elementi isə polad qövs hesab olunurdu.